Salam əziz hörmətli kanal izləyicilərimiz, xoş gördük. Yeni bir gündə sizi yenə salamlayıram. Qırdalan şəhərində 2 nömrəli 9 nömrəli məktəbin yaxınlığında yerləşən 5 mərtəbəli Leningrad binanın 4-cü mərtəbəsində 2 otaqdan ibarət mənzil çəkib təqdim etməyə gəlmişik. Çəkişə başladığım mənzilimizin qonaq otağından. Mənzilimiz təzə təmirdən çıxıb hörmətli izləyicilər. Qonaq otağı bir zəhmət olmasa geniş olaraq. Mənzilimiz yer çəkən mənzildir. Görürsünüz, kombinin aparatı da qoyulub, radiatorları da qoyulub. Döşəmə hissəsi laminatdır. Mənzil təzə təmirləncisi, bir yol otağının tanış edilmişsi. Yer çəkən mənzildə hörmətli izləyicilər. Bax, bu da növbəti bir otaqdır. Görürsünüz də. Kombinin radiatorları. Bu da belə bir eyvanı var, gəzən. Belə döşəyə açıq bir eyvanı var. Belə bir yolu da götürür. Görürsünüz hörmətli izləyicilər. 28-ci məhəllədə yerləşir. Binamız 28-ci məhəllədə yerləşir. 2 nömrəli, 9 nömrəli məktəbə xoşda yaxın bir yerdə yerləşir. Bəzən olmasa. Mənzilimiz təzə təmirləncisi, çıxarışlı mənzilli ipoteka yararlıdır. Bura dəhlizidir. Götür dəhlizi. Bura mətbəx hissəsi. Döşəmə hissəsi metallı hörmətli hissəsi, isti pol. Bax, burada kombinin görürsünüz aparatını quraşdırıb. Bura mətbəx meblinin yeridir, qoyulub hansı bir vəziyyətdədir. Bax, götür bura zəhmət olmasa. Bax, görürsünüz, bura dəhlizidir. Ya, burada da sanitar qovşağı. Sanitar qovşağının aksesuarları qoyulub hazır bir vəziyyətdədir. Ayrı-ayrılıqda da sanitar qovşağı hörmətli izləyicilər. Bax, görürsünüz. Gəl bura zəhmət olmasa. Mənzilimiz özü hörmətli orta blokda. Yəni ki, bloğa düşünür, orta blokdur, orta mənzildir. Tam təmirdən çıxmış mənzildir, ipoteka yararlı mənzildir. Qiymətini açıqlama bölməsində qeyd edəcəm. Sizin də satışda mənzilləriniz varsa, bizə müraciət edə bilərsiniz, satışında sizə köməyi göstərə bilərik. Bugünlük bu qədər hörmətli izləyicilər. Videomuzu bəyənib, kanalımıza abunə olmağı unutmayın. Sizin də satışda mənziliniz varsa, bizə müraciət edə bilərsiniz. Bugünlük bu qədər, sağ olun.